Salam əziz izləyicilər. Bu günlərim 3-cü sinif məntiq Namazov testindən yeni dərsimizin izahlarını, nümunə izahlarına baxacağıq. Bu dərsimizin adı iki kənar həddən ortaq həddin tapılmasıdır. Yəni gəlin baxaq sualların izahına. Məsələn, birinci sualda biz dedik ki, iki kənar həddən orta həddi tapıbdı. Nə edib sizcə? Baxın, 15-in üzərinə 7 gəlsək 22-ni verirmi? Bəli. Demək, iki kənar həddi toplayırıq. Məsəl üçün, 31 ilə 15 neçə edir? 46. Orta həddi alırıq. Burada 42 ilə 17-ni toplasaq nə edir? 59. Cavab A variantı. Gəlin baxaq başqa nümunə testin izahına. Məsələn, 3-cü suala baxın. Burada nə edir? Baxaq görək. Baxın, 71 ilə 19-u toplasaq, yəni bu böyük bir rəqəm, kiçik bir, ortada olan kiçik bir rəqəmdir. Yəni bunu almaq mümkün deyil. Bəs yaxşı nə edir? Sizcə 71-dən 19-un çıxanda neçə edir? 52. Gəlin yazaq. 71-dən 19-unu çıxsaq nə edir? 52. Bəs yaxşı, 52-dən 26-nı almaq üçün nə etməliyik? 2-yə bölməliyik. Onda demək burada qayda bizdə nədir? 105-dən 21-i çıxırıq. Gəlin baxaq. 105-dən 21-ni çıxdıq. Neçə elədi? 84. Və orta həddi tapmaq üçün də 84-ü neçəyə bölürük? 2-yə. Bu isə eləyir 42 bizim doğru cavabımızdır. Gəlin baxaq digər ikinci sualımızın izahına. Baxın uşaqlar. Burada demək 105 ilə 41-də hər 105 ilə 41-də 64-ü alıbdı. Gəlin baxaq görək necədir. 105 ilə 41-ni çıxaq. Gəlin baxaq görək 105-dən 41-ni çıxanda 64 edir. 5-dən 1-in 4, 10-dan 4-ün 6. Aha, demək biz orta həddi tapmaq üçün 105-dən 41-ni çıxırıq. Bəs yaxşı, indi buradakı sual işarəsinin yerinə nə yazmalıyıq? Bunun üçün nə etməliyik? 188-dən 55-ini çıxırıq. 188-dən 55-ini çıxsaq nə edir? 8-dən 5-ini 3, 8-dən 5-ini 3 və 1. 133. C variantı bizim doğru cavabdır. Gəlin baxaq 4-cü sualın izahına. Baxın uşaqlar, bəzən elə olur ki, suallar toplamadan, çıxmadan ibarət olmur. Vurma və bölmə də olur və bu isə çox qəliz ola bilər. Məsələn, 71 ilə 55-dən 42 alıbdır. Yəni, bununla bunu toplasaq, ortadakı rəqəmi vermir, ədədi vermir. Ona görə bu toplama deyil. Kənar hədlərin toplanması deyil. Bəs yaxşı, biz bunları toplasaq, gəlin toplayaq. 71 ilə 55 topladıq. Neçə eləyir uşaqlar? 5-in üstünə 1, 6, 7 ilə də 5, 12. Yaxşı, 12 ilə 42. Sizcə 126-dan 42-ni necə alıb? Gəlin bölək 3-ə. 3-ə böləndə həqiqətən də 42 eləyirmi? 12-nin içərisində 3, 4 dəfə, 6-nın içərisində 3, 2 dəfə. Aha, demək bizə belə bir şey aydın oldu. Demək biz ortadakı sual işarəsini tapmaq üçün nə etməliyik? 58-in üzərinə 29 gəlsək, 9-un üzərinə 8, 7 yazaq. 1 yadda, 5 ilə 2, 7, bir də yadda 87. Aldıqmı 87-ni? İndi 87-ni də nə etməliyik? 3-ə bölməliyik. Bu deyir 2 dəfə, bu da eləyir 9. Cavab A variantı. Yəni, uşaqlar, bunun yolları müxtəlifdir. Hər bir yolu, yəni düzgün yolu tapana kimi müxtəlif yolları sınamaq lazımdır. Gəlin baxaq 25-ci səhifədəki digər sualın izahına. Məsələn, burada 6-cı suala baxaq. Birazcıq qalınlaşdıraq. 144-dən 9 alıb. Sizcə nə edir? Baxaq görək 149-dan 9 almaq üçün. Toplama deyil, çıxma deyil. Bəs yaxşı, bölə bilsək, bölək baxaq. 9-un içində bir dəfə və 54-ün içində 9, 6 dəfə. Aha, demək nə etdi? 144-ü
9-a böldük. İndi biz nə eləməliyik? 116-nı, yəni bunu 4-ə bölməliyik. 116-nı da 4-ə böləndə 2 dəfə 8-i 3, 36-nı da 4-ə böləndə 9. Demək cavabımız neçə oldu? 29. Baxın uşaqlar, 5-ci sual biraz çətin sualdır. Biz burada nə tərəfləri toplasaq, nə də çıxsaq bu cavabı ala bilmərik. Yox, əslində baxaq bir dənə. 12 ilə 24-ü gəlin toplayaq. Neçə edir? 36, düzdürmü? 36-nı 2-yə bölsək neçə eləyir? 18. Aha, birincidə alındı. Gəlin baxaq görək bu ikincidə alınır. 15-in üzərinə 27 gəldi. Düzdürmü? 2 yazaq. Bir yadda 42. Baxın, 42-ni biz 2-yə bölsək, bir saniyə. Biz 42-ni 2-yə bölsək neçə edir? 21. Amma burada bizdə neçə verib? 54. Demək, bu yol uyğun. Bir saniyə. Bu yol uyğun deyil. Onda gəlin baxaq digər yolun həllinə. Silək bunu. Hə, digər yolun həllinə. Məsələn, 1 ilə 2-ni gəlin toplayaq. Toplasaq neçə edir? 3. 2 ilə 4-ü toplayaq. Neçə elədi? 6. Bunları da bir-birinə vuranda 18 edir? Bəli, edir. Gəlin indi ikinciyə baxaq. 1 ilə 5-i toplasaq neçə edir? 6. 2 ilə 7-ni toplasaq neçə edir? 9. Bəs yaxşı, 9 ilə 6-nı bir-birinə vuranda 54 edir? Bəli. 2 ilə 3-ünü topladıq. Neçə elədi? 6. 1 ilə 6-nı topladıq. Neçə elədi? 7. İndi ortadakını tapmaq üçün nə etməliyik? 6-nı vurmalıyıq 7-yə. Bu da edir 42. Bir dəqiqə, haradasa səhv elədik. Hə, üzr istəyirəm uşaqlar. Burada 6 yox, 5 olmalıdır. 2-nin üstünə 3 gələndə 5 edir. 5-i də 7-yə vuranda edir neçə? 35. A variantı bizim doğru cavabımızdır. Gəlin baxaq növbəti sualların izahına. Məsələn, gəlin baxaq. Baxın burada da 9 ilə 4-dən 9 ilə 4-ü toplayırıq. Neçə edir? 13. 2 ilə 5-i topladıq. Nə edədi? 7. Bəs yaxşı, 13 ilə 7-dən 20-ni necə alıb toplayıb? Demək 13-ün üzərinə 7 gəldik, elədi 20. Burada baxaq. 8-in üstünə, yəni belə elə böyründən yazaq. 8-in üstünə 7 gəldik. Neçə elədi? 15. 3-ün üstünə 1 gəldik, 4. 15 ilə də 4-ü toplayanda 19 edir. Bəli. İndi 8 ilə 4-ü topladıq. Neçə elədi? 12. 5 ilə 1-i topladıq. 6. İndi 6 ilə 12-ni toplamalıyıq ki, sual işarəsinin yerini tapaq. Bu da neçə eləyir? 18. İndi isə gəlin baxaq digər 8-ci sualın izahına. Əslində 8-ci sualımız biraz çətin suallardan biridir. Rəngimizi dəyişək. Bir saniyə. Gəlin baxaq. Biraz yaxınlaşdırım. 1, 3, 9-dan, 139-dan və 12-dən 10 alıb. Gəlin baxaq. Bu hansısa bir toplama ola bilməz və yaxud çıxıb bölmə ola bilməz. Çünki sonu 2 tək rəqəmlə bitir. Yəni nə 10-a bölünür, yəni 2-yə bölünür, nə 3-ə bölünüb 10 ala bilmərik. Gəlin baxaq. 1 ilə 3-ün 9-un cəminə. 1, üzərinə 3 gəlib, üzərinə 9 gəldik. Neçə elədi? 13. Burada isə 1 ilə 2-ni cəmləyək. 1-in üstünə 2 gəldik. 1, üstə gəl 2. Neçə elədi? 3. İndi 13 ilə 3-ü necə ala bilərik? Təbii ki də 13-dən 3-ünü çıxıb 10 aldıq. Aldıqmı? Bəli. Gəlin indi görək bu qayda ikincini də ödəyirmi? 2, 5, 257-nin rəqəmlərini cəmləyək. 5, 7. Neçə eləyir uşaqlar? 14. Bəs yaxşı, 2 ilə 3-ün rəqəmləri 2 üstə gələk. 3 bərabərdir 5. İndi siz mənə deyin görüm, 9-u almaq üçün biz 14-dən 5-ini çıxa bilərik? Bəli, 14-dən 5-ini çıxsaq 9 alınırmı? Alınır, bəli. İndi gəlin, baxaq. Bu sual işarəsinin yerini tapaq. 566-nı nə edirik? Rəqəmlər cəmini 5, 6, 6. Neçə elədi? 17.
3 ilə 1-in rəqəmlərinin cəmi neçədir? 4. İndi biz sual işarəsinin yerini tapmaq üçün nə etməliyik? 17-dən 4-ünü çıxırıq. Sual işarəsinin yerini tapırıq. Cavab neçə elədi? 13 bizim doğru cavabımızdır. Belə uşaqlar, yəni burada müxtəlif qanun uyğunluqlar var. Sadəsi də var, asandı da var. Əsas odur ki, məsələn, gəlin baxaq 9-cu sualın da izahına baxaq. Müxtəlif yollarla həll olunur. Baxın, 7 ilə 2 neçə eləyir? Yəni 9. Əslində gəlin bunu müxtəlif yolla da edə bilərik. Birinci, gəlin baxaq 7 ilə 2-ni cəmləyək. Neçə elədi? 9. 9-un üzərinə 8 gəlsək, neçədir? 17. Buradan nəsə alınır? Xeyr. Demək, bu cəmləməklə olan bir mövcud, daha doğrusu bir qanun uyğunluq deyil. Gəlin bunu silək. Bir saniyə uşaqlar. Bizim silgimiz hardadır burada? Neyse, silin. Silindi. Yəni, indi gəlin baxaq bu 72-ni bölək biz 8-ə. Neçə elədi? 9. Düzdürmü? Bəs yaxşı, biz onu almaq üçün üzərinə 1 gələ bilərik? Bəli. Gəlin baxaq görək, bu digərlərində də bu qanun uyğunluq ödəyirmi? 84-ü bölək 6-ya. Bir dəfə 24-ün içərisində 4 dəfə. Bəs yaxşı, 14-ün üzərinə, bax, buradakı kimi 1 gəlsək, ortadakı mötərizə sual işarəsinin yerini tapırıq. Daha doğrusu verilibdir, yəni burada rəqəm verilib. 15-i aldıq, bəli, aldıq. Gəlin də burada baxaq. 96-nı bölürük 4-ə. Neçə elədi? 2 dəfə. 16-nın da içində 4 dəfə. İndi burada hamısında baxın, böləndən sonra üzərinə 1 gəlir. Burada da üzərinə 1 gəldi. Burada da üzərinə 1 gəldi. Gəlin baxaq görək. Burada da üzərinə 1 gəlirik. Və biz neçə aldıq? 25. Baxaq görək. Doğru cavab varmı? Sual işarəsinin yerinə 25 aldıq və doğru cavabımız A variantı oldu. Aydın oldu. Baxın uşaqlar, hər biri müxtəlif qanun uyğunluqlarla ortadakı rəqəmi tapır. Və daha doğrusu ortadakı ədədi tapırıq. Yəni, indi baxaq səhifə 26-dakı sualların izahına. Gəlin baxaq elə 10-cu sualımıza. Baxın, burada 8-dən və 3-dən 61 eləyir. Baxın, 8-in kvadratı 61-ə yaxındırmı? Bəli. Baxaq, 8-in kvadratı neçə eləyir? 64. Biz 64-dən 61 almaq üçün buradakı 3-ü çıxsaq ala bilərikmi? Bəli. Baxın, aldıq 61. Aydındır. Demək, nə edirik? Birinci tərəfi kvadratını yazırıq. Yəni 7-nin kvadratı 49. Çıxırıq ikinci tərəfindəki rəqəmi. Çıxdıq 4 bərabərdir 45 və ortadakı ədədi aldıq. Aydın oldu. Gəlin baxaq görək. İndi burada da bu alınırmı? 9 və 9-um neçədir? 81. 81-dən də 8-ini çıxanda neçə edir? 73. Aydın oldu. Bizim doğru cavabımız neçə oldu? Sual işarəsinin yerinə 73. B variantı bizim doğru cavabımızdır. Yəni, müxtəlif qanun uyğunluqlar burada baş verir. Gəlin, indi isə baxaq digər başqa hansısa bir sualın izahına. Baxaq burada, məsəl üçün, hansı suala baxaq? Gəlin baxaq elə 14-cü sualımızın izahına. Baxın, 6 ilə 4-dən 8 alır. Üzərinə gəlib, yəni nəsə edə bilər? Xeyr. Çünki bunun birinci də alınsa, ikinci də alınmır. Bəs yaxşı, gəlin baxaq görə vurma ilə bölmə olsa, yəni 6-nı 4-ə vuraq, 6-nı 4-ə vursaq neçə edir? 24. 24-ün nə edək ki, 8 alınsın. 24-ü də 3-ə bölsək, 8 alınır, bəli. Gəlin indi baxaq görək, bu birincidə elədiyimiz qanun uyğunluq ikinciyə də aiddirmi? 9 ilə 5-i vururuq. Neçə eləyir? Gəlin yazaq. 45. Bəs yaxşı, 45-i də 3-ə bölsək neçə edir? 15.
Aldıqmı hər ikisində? Demək bu yol doğru yoldur. 12 ilə 7-ni bir-birinə vururuq. 84. Bəs yaxşı, 84-ü neçəyə bölməliyik? Baxın, digərlərində 3-ə böldü, 3-ə böldü. Burada da 3-ə böldü. 2 dəfə 3-üm 6. 24-ü də 3-ə böləndə 8. Doğru cavabımız sual işarəsinin yerinə 28 yazmalıyıq. Aydın oldu. Gəlin, baxaq başqa bir sualımızın izahına. Məsələn, 11-ə baxaq. 45 ilə 23-dən nə edib? 45-in üzərinə gəlin gələk 23-ü. Neçə oldu? 68. 68-dən 14-ü almaq üçün sizcə nə edər? Baxın, diqqətli olun burada. 6 ilə 8-in cəmi. Aydın oldu. Biraz da yaxınlaşdım. Baxın, 6 ilə 8-in cəmi bizə neçə verir? 14. Demək, nə edirik? Birincidən və ikinci rəqəmləri toplayırıq. Yəni, birinci 51 üstəgəl 45 bərabərdir. Neçədir? 96. Sonra nə edirik? 96-nın da verilmiş bu ədədin rəqəmləri cəmini tapırıq. Yəni 9 ilə 6-nın rəqəmləri cəmi neçədir? 15. Baxın, aldıq, bəli. İndi gəlin burada həll edək. Yəni 63 mötərizənin içindəki sual işarəsinin cavabını tapaq. 63 ilə 29. 2 yazaq. 1 yadda 8, bir də yadda 9. 63-ün üstünə 29 gələndə 92. Bəs yaxşı, indi burada nə edirik? 9 ilə 2-nin rəqəmləri cəmini tapırıq. 9-un da üzərinə 2 gələndə neçədir? 11. Aydın oldu. Doğru cavabımız C variantı oldu. Yəni, belə uşaqlar, müxtəlif qanun uyğunluqlar olur. Gəlin, indi isə başqa bir qanun uyğunluğa baxaq. Məsələn, gəlin elə 15-ciyə baxaq. 83 ilə 11-dən. 83 ilə 11-dən 88 alıb. Gəlin baxaq. 83-ün üzərinə 11 gələk. Neçə elədi? 94. Bəs yaxşı, 94-dən 88 almaq üçün nə etməlidir? Gəlin baxaq, 94-dən 88-in çıxsaq neçədir? 6. Demək 94-dən də 6-sını çıxırıq ki, 88-i alaq. Yəni bunu alaq. Gəlin bunu indi ikincidə həll edək. 76-nın üzərinə 21 gəlirik. Neçə elədi? 97. Bəs yaxşı, indi 97-dən də 91-i almaq üçün burada nə etdik? 6-nı çıxdıq. Görək, burada da 97-dən 6-nı çıxanda 91 edir? Bəli, edir. İndi gəlin baxaq. Bundan bunu. Sual işarəsinin yerini tapaq. 63 ilə 18-in cəmi neçədir? 81. 81-dən də neçəsini çıxmalıyıq? Baxın, burada da 6-nı çıxdı, burada da 6-nı çıxdı və biz də 6-nı çıxmalıyıq. Bu da neçədir? 75. Yəni, A variantımız doğru cavabımızdır. Belə, gəlin başqa. Burada hansı qaldı, hansına baxaq? Baxın. 8 ilə 3-dən 55 alıb. Gəlin baxaq. 8-i vuraq 8-ə. Neçədir? 64. Ondan da çıxsaq 3-ün kvadratını, yəni 3-də 3-üm 9-u 55 edir. Bəli. Demək, nə elədi? Birincinin kvadratından ikincinin kvadratına çıxdı. Gəlin burada baxaq. 9 ilə 5-dən. 9 və 9-um neçə edir? 81. Ondan da 5-in kvadratı 25-i çıxsaq neçə edir? 1-dən 5-ini 6, 7-dən də 2-ni 5. Demək, bizdə növbəti ədədi tapmaq üçün nə etməliyik? Baxın, birincinin kvadratından ikincinin kvadratını çıxarkən ortadakı ədədi tapırıq. Yəni, indi 10-un kvadratı neçə edir? 100. 100-dən neçəni çıxmalıyıq? 49-unu. Bu da edir neçə? 51. Bizim doğru cavabımızdır. Aydın oldu. A variantı bizim doğru cavabımız. Aydın oldu uşaqlar. Bu günlük bu qədər. Bu günlərimdə kənar hədlərə görə orta həddi tapdıq. Gələn dərs bu günlərim 24-cü, 25-ci və 26-cı səhifədəki izahlara baxdıq.
Gələn dərs artıq testlərin izahına, digər testlərin izahına baxacaq. Oldu, hələlik görüşənədək.